İllər bildirmisiniz ki, müsahibənizi istəyirəm ki, qızım olsun. Bəli, qızım olsun, çox istəyirdim. Mən qız uşağın həsrəti ilə yaşayırdım ki, qızım olsun. İnsan düşünür ki, bundan sonra mən nə edəcəm? Niyə mən? Bu sualı o qədər insan verir ki, sanki elə bilirsən ki, bu dünyada bu iş başına gəlmiş yeganə insansın. Amma daha sonra görürsən ki, bu o qədər də qorxulu deyil. Bu kənardan daha çox qorxulu görünə bilər. Sofiya mənim istər bir qadın kimi, istər ana kimi, istər insan kimi dəyişməyimdə böyük rol oynayıb. Bir ki, dünya qədər səbir verilib mənə, müdriklik verilir o ilə bərabər. Sən bilirsən ki, artıq elədiyin hansısa bir əziyyətin bəhrəsi var. Sənə bəzi dünyada baş verən və yaxud da adi belə ailədə baş verən çox şeylər sənə çox balaca görünür. Deyirsən ki, bunu həmən həll eləyərəm. Sanki güc verir. O Down sindromu insanların özünə məxsus dünyası deyərdim var. Onlar o qədər xoşbəxtdirlər ki. Yəni bu bəlkə də başqa insanlar biraz da paxıllıq da eləyə bilərlər bu xüsusiyyətə. Necə planetlər Günəşin ətrafında dövr etdiyi kimi biz də Sofiyanın ətrafında belə bir dövr edirik.